Burada sizin videolarınızdan birinin altında bir şərh gördüm. Düşünürəm ki, həmin şəxs çox qarışıqlıq içindədir və bu sizdən cavab tələb edir. Orada deyilir, o sadəcə bütün dinlərdən bəzi hissələri götürüb bir süb hazırlamayıbmı? Bu, reinkarnasiya haqqında olan bir videoya aiddir. Əsasən bizim inandığımız budur ki, əvvəldə Allah Adəmi yaratdı və mələklərə Adəmə səcdə etməyi əmr etdi. İblis isə bu əmri yerinə yetirməkdən imtina etdi. Cəzalandırılmamışdan əvvəl Allahdan bir müddət möhlət istədi. Allah da ona həmin vaxtı verdi. Bundan sonra İblis söz verdi ki, doğru yolun üzərində oturacaq və iman gətirənləri yoldan çıxarmağa çalışacaq. Yəni bu bizim üçün o deməkdir ki, İblis gəlib peyğəmbərlər tərəfindən qurulmuş müxtəlif təlimlərə, yollara və dinlərə sızacaq və onları tərif etməyə çalışacaq. Amma heç yerdə onun özündən yeni bir din yaradacağına dair bir vurğu yoxdur. Biz inanırıq ki, rəvayətlərə görə Allah tərəfindən yer üzündə tarix boyunca yaşamış, müxtəlif xalqlara göndərilmiş 124 min nəbi və rəsul olub. Əgər Allah insanlara bir elçi göndərməsəydi, onlar qiyamət günü etiraz etməyə və Allahım, biz heç nə bilmirdik deməyə haqq qazanardılar. Və Allah ədalətli olduğu üçün onlara mütləq elçilər göndərir. Bu, Quranda da mövcuddur. Həmçinin Yəhudilikdə və Xristianlıqda da mövcuddur. Bütün əsas dinlər bu anlayışa inanır. Rəvayətlərdə deyilir ki, peyğəmbərlərin çoxu öz xalqları tərəfindən tanınmayıb. Yəni, insanlar onları mütləq şəkildə peyğəmbər kimi qəbul etməmişdilər. Biz inanırıq ki, Muhammed bir elçi idi və bütün aləmlərə göndərilmişdi. Biz həmçinin inanırıq ki, İsa da bir elçi idi və İsrail oğullarına göndərilmişdi. Biz Musaya, Yuşaya, Davuda, Süleymana və digər İsrail mənşəli peyğəmbərlərə inanırıq. Həmçinin Hud və Salih kimi İsrail mənşəli olmayan peyğəmbərlərə də inanırıq. Biz inanırıq ki, Bələm bin Baura da bir peyğəmbər idi. Lakin o, sonra azdı və məqamını itirdi. Biz Adəmin də peyğəmbər olduğuna inanırıq. Eyni zamanda inanırıq ki, bugün mövcud olan bəzi İbrahimi olmayan dinlərin əsası da müəyyən bir peyğəmbərin təlimlərinə söykənir. Məsələn, Buddizmi götürək. Biz inanırıq ki, Budda bir peyğəmbər idi. Hətta Şiə məzhəbində böyük hörmətlə saxlanılan kitablardan birində Buddanın hekayəsi danışılır və o, Hindistan və Pakistan bölgəsindəki insanlara göndərilmiş peyğəmbərlərdən biri kimi göstərilir. Beləliklə, biz Buddanın peyğəmbər olduğuna inanırıq. Biz Aristotelin də peyğəmbər olduğuna inanırıq. Mən dəfələrlə bir rəvayəti qeyd etmişəm ki, orada Muhammed peyğəmbər sallallahu aleyhi və aleyh Aristotelin öz xalqı tərəfindən tanınmayan bir peyğəmbər olduğunu bildirir. Biz Sokrat və Platonun da nəbilər və elçilər olduğuna inanırıq. Həmçinin Pifaqorun da nəbi və elçi olduğuna inanırıq. Biz həmçinin rəvayətlərə əsasən inanırıq ki, Nuhun dövründə yaşamış salih insanlar olub və onlar Nuhun səhabələri idilər. Onlar dünyalarını dəyişəndən sonra insanlar onların xatirəsinə bütlər düzəltdilər. Və illər keçdikcə insanlar bu şəxsləri nəbi və ya elçi kimi yad etmək əvəzinə onları ilahlaşdırmağa və onlara ibadət etməyə başladılar.
Biz inanırıq ki, Nuhun dövründəki səhabələrlə baş verən bu hadisə tarix boyu dəfələrlə təkrar olunub. Qədim Yunanistanın, qədim Romanın, qədim Misirin çoxlu sayda tanrı və tanrıçaları əslində bir zamanlar yaşamış real şəxslər olublar. Lakin onların vəfatından sonra nəsillər keçdikcə onların həyat hekayələri təhrif olunmuş, əlavə uydurmalarla dəyişdirilmiş və nəticədə onlar bir növ əfsanəyə çevrilmiş. Daha sonra isə tanrı səviyyəsində qəbul olunmuşlar. Məsələn, biz inanırıq ki, Osiris İdris ilə eyni şəxsdir, o da Enokdur. Bu, Nuhdan əvvəl yaşamış qədim bir peyğəmbər idi. Biz eyni şeyi Horus haqqında da, Zevs haqqında da və digər qədim tanrılar haqqında da düşünürük. Ona görə də biz deyirik ki, biz bu dinlərin hamısını götürüb bir-birinə qarışdırmırıq. Əksinə, biz inanırıq ki, onların hamısı əslində əvvəldən bir din idi, bir yol idi. Bu da Adəmin yolu və Allahın ona verdiyi ilkin təlimlər idi. Hər bir peyğəmbərin dövründə iblis insanları azdırmaq məqsədilə həmin peyğəmbərin təlimlərini pozmağa çalışıb. Rəvayətlərdə bunun nümunələri var. Dəfələrlə bildirilir ki, şeytan peyğəmbərlərin həyatına, xüsusilə onların ölümündən sonra daxil olur və insanları yoldan çıxarmağa çalışır. Bu, Muhammed peyğəmbərin və İmam Əlinin həyatında çox aydın şəkildə görünür. Məhəmməd peyğəmbər vəfat edəndə İmam Əli onun dəfni ilə məşğul idi. Bəs iblis nə etdi? O, peyğəmbərin xəlifəsi kim olmalıdır mövzusunda toplaşan bir qrup insana qoşuldu. Onlar İmam Əlinin yerinə başqasını, Əbu Bəkiri seçmək üçün gizli şəkildə qərar qəbul etdilər. Rəvayətlərdə deyilir ki, iblis yaşlı bir kişinin surətində peyda oldu və ilk olaraq İmam Əliyə yox, Əbu Bəkirə beyət etdi və insanları azdırdı. Düzdür? Bəli. Beləliklə, şeytan bir növ gəlir və müəyyən bir dinin ardıcılları arasında ixtilaf yaradır. O, orijinal peyğəmbərin təlimlərini rədd edən və təhrif edən firqələrin, məzhəblərin yaranmasına kömək edir. Amma tamamilə yeni bir din yaratmır. Elə bir din yoxdur ki, başlanğıcda tamamilə iblis tərəfindən qurulmuş olsun. Əksinə bunlar həmişə müəyyən bir yolun və ya dinin parçalanmış qoludur. Məntiqlidir. Məntiqli gəlir. Məntiqlidir. O, Adəmin yaradılmasından əvvəl Allaha ibadət edirdi. Deməli, görünür, onun Allahla problemi yoxdur. Onun problemi Adəmlə və Allahın Adəm vasitəsilə yaratdığı yeni dinlədir. Eynən, baxın, imtahan Allahın iblisə verdiyi əmr idi. Adəmə səcdə etmək və ona tam şəkildə tabe olmaq. İblis bunu qəbul etmədi. O, Allahla öz arasına bir pərdə qoyulmasını istəmədi və Allaha birbaşa ibadət etmək istəyirdi. Biz görürük ki, bu, əslində iblisin dinidir. Bu dini siz hər dəfə həqiqi bir peyğəmbərin təlimlərindən ayrılan bir qrup və ya məzhəb yarananda görəcəksiniz. Məsələn, xristianlıqda protestantları götürək. Onlar papa olmasını istəmirlər. Onlar istəmirlər ki, Allahla öz aralarında bir xəlifə və ya əmr verən bir şəxs olsun. Bu pərdəni qəbul etmirlər. Onlar birbaşa İsa ilə əlaqə qurmaq istəyirlər. Və bu səbəbdən onlar əslində iblisin, şeytanın ideologiyasını təqib edirlər. Eyni şey İslamda da baş verir. Məhəmməd peyğəmbərin sallallahu aleyhi və aleyh ölümündən sonra parçalanma baş verir. Onlar istəmirlər ki, məsum imamlar və ya xəlifələr olsun və onlara itaət edilsin. Beləliklə, Əhl-i Beytin inkarı ilə Sünni İslam meydana gəlir. Və indi görürsən ki, Sünni ideologiyası iblisin ideologiyası ilə eynidir. Onlar istəmirlər ki, onların üzərində bir şəxs olsun və ya Allahın adından danışsın. Onlar istəyirlər ki, hər şey Muhammed peyğəmbərlə bitsin. Və ondan sonra hər kəs öz istədiyini düşünsün. İstədikləri kimi Allaha şükr etsinlər və Allaha birbaşa ibadət etsinlər. Amma bu belə olmur.
Eyni şey Buddanın, Zərdüştün, Musanın və bütün peyğəmbərlərin xəlifələri ilə baş verib. Siz bir çox suala cavab verdiniz. Çünki indi xüsusilə yeni dövr hərəkatında bir çox bu cür cəryanlar var. Məsələn, Hinduizmi və Budduizmi yenidən dirildirlər və dual olmayan non-dual din anlayışını irəli sürürlər. Güya sən birbaşa Allahla əlaqə qura bilərsən, Allah sənin içindədir, hər yerdədir. Amma burada heç bir xəlifə, rəhbər anlayışı yoxdur. Bu qulağa xoş gələ bilər, hətta insana özünü yaxşı hiss etdirə bilər. Amma nəticə etibarı ilə bu qorxuludur. Çünki bu əslində iblisin dinidir. Bu qorxuludur, amma düşünmürəm ki, insanın Allahla əlaqə qura bilməməsi tamamilə doğrudur. Məncə, Allah bütün məxluqları ilə əlaqə qura bilər və onlara işarələr verir. Yuxular göndərir ki, kim ona təvəkkül edərsə, Allah ona yol göstərə bilər. İlham verə bilər, fikirlər aşılayar. Amma bu insanlığın ehtiyac duyduğu bir həqiqəti, yəni bir səsin, aydınlanmış bir rəhbərin olması ehtiyacını inkar etmir. İnsanlar bir səsin ətrafında birləşməlidirlər ki, parçalanmanın qarşısı alınsın. Bu səs elə bir səs olmalıdır ki, müharibələrin olmaması, bütün ixtilafların çözülüb yoluna qoyula bilməsi üçün son hökmü verə bilsin. Yeni dövr hərəkatları isə bu səsi aradan qaldırmaq istəyirlər. Problem də elə budur. Bu səs olmayanda güya Allahın insanlara danışdığı səslər əslində fərqli şeylər deyir. Çünki bu həqiqətdə Allahın səsi deyil. Onlar onun Allahın səsi olduğunu iddia edirlər. Onlar elə bilir ki, bu Allahın səsidir, amma əslində bu çox vaxt onların öz fikirləri, öz istəkləri, öz zövqləri və rəyləridir ki, ağızlarından çıxır. Nəticədə isə çoxlu fikir ayrılığı və qarışıqlıq yaranır və həqiqət itir. Təşəkkür edirəm ata. Allah səni qorusun. Çox sağ ol, Arnaud. Allah sizi qorusun ata.